Hörmətli izləyicilər, Hənifə kəndində yol kənarı həyət evi satılır. Gördüyünüz bura yol kənarıdır. Bu yerdir. Kubik hasardır, küt barıdandır. Arasa 130 metrə yol tərəf hissəsidir. Gözəl bir yerdə yerləşir. Yəni alan adam istəsə obyekt tikə bilər burada. Kubik hasardır, yol qapısıdır bu. 130 metrə yol tərəf hissəsidir. O tərəfdən də qapısı var. Tövləyə girişdir. Keçirik həyətinə. Buradan girişidir. İçərisində deməli bu evdir. Hektar yarım torpağı var. Arası 20 sotu həyət yanıdır. Qalan hissəsi pay torpağıdır. 2 kubçadan ibarətdir. Kubik hasar küt barıdır. Həm çöl tərəf, həm içəri tərəfdən düzlükdən gedilibdir. Bu hasar da küt barıdan ibarətdir. Həyəti geniş, sərgəlidir. İçərisində bu evdir. Burada mal damı tikilibdir yeni. Keçirik. Bağla tanış olaq. Bura həyət hissəsidir. Burada belə bir nabesi var. Bu mal damın qarşısından da yola çıxış var. Adiyeni qapı qoyulubdur. Küt barıdan tikilibdir bu damda. Deməli bu ərazidə bağ hissəsidir. Hektar yarım ərazisi var, ümumi ərazisi. İçərisindən deməli çay da keçir. Paslayan axar suyu var içərisində. Arası 90 toma yaxın fındaq ağacı var içində. Meyvə ağaçları var. Bu hissədən su gedir. Çay gedir həmişə. Bu hissəsindən paslayanın suyu gedir. Bura bağ hissəsidir. Bağın da yəni yola çıxışı var, adiyeni çıxışı var. Deməli 90 toma iri tomalardır. Xırda tomalar da var. Arası bir 20-30 ağac da xırda tomadır. Fındıq ağacı. Gözəl bir yerdə yerləşir. Allah adam istəsə burada mağazin tikə bilər, moyka tikə bilər, xaladenik tikə bilər. Hər tərəfi yol kənarına düşür. Baxa bilərsiniz. Bu hissəsi də asfalt yoldur. Keçirik evin içərisinə. Keçirik evin içərisinə. Ev deməli 6 padvallı evdir. Orta təmirdir. Buradan girişdir. Arası 7 pilləkən hündürlükdədir. Girişdə burada mətbəx üçün nəzərdə tutulan yerdir. Mətbəxidir. Bura əlüzyanıdır. Bu hissəsi hamamıdır. Bura hamamıdır. Buradan keçdik. Sol tərəfdə girişdə böyük bir zalı var. Deməli 11-in 4-ə böyük bir zalı var, qonaq otağıdır. Zal hissəsidir. Sağ tərəfdə yataq otağıdır. 2 yataq otağı var. Bura bir otaqdır. Buradan keçdik. İkinci yataq otağı buradadır. Yataq otağıdır. Gördüyünüz bu ev satılır. Qiyməti videonun altında qeyd olunacaq. Sənədləri tam qaydasındadır, kopçalıdır. Hektar yarım torpağı var. 25 sotu həyət yanıdır. Qalan hissəsi pay torpağıdır. 2 kubçası var. Diqqətinizə görə sağ olun. Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.